Biz görürük ki, elə müəllimlər var ki, bəli, yaşı 65-dən yuxarıdır, amma onun dərsə yanaşması, müasir texnologiyanı qavraması olduqca yaxşıdır və yüksək səviyyədədir. Mən elə müəllimlər çox tanıyıram, amma halbuki 65 yaşı tamam olan kimi onların işlərinə xitam verirlər. Düşünürəm ki, bu məsələdə qanunvericiliyə müəyyən qədər dəyişiklik etməyə dəyər. Düzdür, 65-dən yuxarı Azərbaycanda orta məktəblərə çalışan müəllimlər var. Amma bu çalışma bir növ zərrətdən yaranır. Yəni, həmin ərazilərə müəllim getməyəndə onları məcburi şəkildə bir neçə il yenidən dərs demələrinə imkan verirlər. Düşünürəm ki, bu belə olmamalıdır. Yəni, məcburiyyət şəklində yox, elə müəllimlər üçün xüsusi bir komissiya yaradıla bilər, onların kompetensiyaları, bacarıqları, psixoloji durumu, xüsusən də sağlamlığı yoxlanılmaqla və həmin şəxslərin əgər, belə deyək, intizam müəssisəsinə cəlb olunmayıbsa, eləcə də əməkdar müəllimdirsə və bir sıra adları varsa, o müəllimlərdən istifadə etmək lazımdır. Mən tamamilə əksin düşünürəm ki, elə müəllimlərin təcrübələri həm də gənc nəslə və gənc müəllimlərə bir örnək ola bilər və məsələni bu istiqamətdə qoymaq olar. Düzdür, bugün bölgələrdə, xüsusən də elə fənlər var ki, məsələn, təsvir sənət, musiqi müəllimi, bu kimi ixtisaslar ucqar rayonlarda demək olar ki, müəllim getmir ora. Dərs yükünün az olması, burada gənc belə deyək, kadrlarda həvəsi çox da həvəs yarada bilmir. Və belə olduğu halda həmin fənlər müəllim tapılmadıqda yaşlı müəllimlərə, yəni 65-i keçmiş müəllimlərə verilir. Bundan da əlavə olur, məsələn, elə bölgələr var ki, orada fizikadır, kimyadır, bu fənlərdən də müəllim, riyaziyyat dilində müəllim çatışmazlığı olur. Bu halda yaşı 65-i keçmiş müəllimlərin yenidən müqavilə ilə müddətli şəkildə işə qayıtmasına səbəb olur. Yenə deyirəm, yəni yanaşma tam olaraq düzgün hesab edilməməlidir. Yəni, o müəllimlərdən bir növ ehtiyacım olanda istifadə edin prinsipi ilə deyil, o müəllimlərin bacarığından, biliyindən səmərəli şəkildə istifadə etmək lazımdır. Elə müəllim var ki, görürsünüz ki, 40-dır, 50-dir, amma onlarda o 70 yaşında, hətta 75-80 yaşında olan müəllimin gücümü deyim, enerjisi mi deyim, onlarda yoxdur. Yəni, bununla bağlı xüsusi bir komissiya yaradılıb, elə müəllimləri qiymətləndirmək olar.